Bekar, Bəli. sen gidebilirsin. Oldu. Sağ ol, necəsiz? Buyurun Qumru xanım. Şərait yaradım, mən də Qədirlə gedim. Qumru xanım, baxın. Əslində mən də sizlə eyni fikirdəyim. Amma indi imkan yoxdur. Şərait olan kimi sizi də göndərəcəyik. İnanın mənə. Nə vaxt? Şəraiti yarada bilirsinizsə, indi də yarada bilərsiniz. Bilirəm, Xavər xanım əsas mənim getməyimi istəyir, Qədirin yox. Əgər problem yaşanmağını istəmirsinizsə, məni də göndərin. Qumru xanım, mən indi ora həmən tikintiyə bir rəhbər göndərməliyəm. Sizin istəyiniz alınmır. Qədir də getmək istəməsə, bu iş əldən çıxacaq. Çox yaxşı gəlirli, qazanclı işdir. Mən də sizin yaxşılığınız üçün çalışıram, Qumru xanım. Bunun adı yaxşılıq deyil. Nədir bəs, Qumru xanım? Yaxşılıq eləmək istəyirsinizsə, məni də Qədirlə göndərərsiniz. Fikirləşin. Qədir gedənə kimi bizə bir söz deyin. Yoxsa... Olar müəllim. Gel. Gel, buyur.
Deyirəm zalım qızın gözlərindən alov yaxırdı ay müəllim. O məsələyə görə gəlmişdi, hə? İndi nə fikirləşirsiniz ay müəllim? İkisini də göndərəcəksiniz? O uzun çeker. Niyə? Deyirəm, məsələ mənim gözlədiyimdən də çətindir bekar. Çox çətindir. Ay müəllim, sağ qurbanım, düz eləməmsən də. Sən belə deyəndə, o da belə deyəcək də. Arvadı da deyir, ərim harda, mən də orada. Sizi də başa düşürəm, çox çətindir, çox. Qalmısınız iki odun arasında. Amma indi gərək belə eləyək də. Necə? Yəni bu iki odun arasında Aha. nə şiş yansın, nə də kebab. Bu bekar, öldüyü günü bilmir ya müəllim. Mən deyirəm də, siz o qızın getməyini istəmirsiniz. Nə gic-gic danışırsan, ha? Yox, elə fikirləşdim ona görə. Dur get işinlə məşğul ol. Yeri. Bağışlayın ay müəllim. Üzr hesab edin. Avara. Qədir'in arvadı burada nə inirdi? Sən burada nə gəlsən, ha? İşə görə gəlmişim. Nə iş? Demişdim də sənə iş qurmaq istəyirəm, biznes, pul lazımdır. İş qurmaq istəyir, biznes, pul lazımdır. Biz pulu ağacı sirkələyib ağacdan yığmırıq, küçədən süpürgə ilə yığmırıq. Pul lazımdır buna. Biznes halva deyil. Aparıb pulunu verib 1-2 kilo alıb gətirəsən evə. Onun üçün layihə lazımdır, oturub fikirləşmək lazımdır. De görüm, nə iş qurmaq istəyirsən, nə istəyirsən, bir hansı bazara girmək istəyirsən, kimlər var o bazarda, nə var, nə yox, bir layihəni hazırlayarlar, gələrlər, gətirərlər ki, bu iş istəyirəm. Yoxsa əlləri cibində gəlmirsən ki, mən iş qurmaq istəyirəm. Sən bir hələ razılığın ver, ondan sonra layihəni gətirəcəm, hər şeyi gətirib qoyacam qabağıma. Layihəni gətirərsən, o zaman baxarıq. Yaxşı. Sən mənə də görüm Qədir'in arvadı burada nə inirdi? Sən məndən hesabat tələb eləyirsən, ha? Demək anam düz deyirdi. Ağlına gələni danışma. Dur, çıx buradan. Mən axıra kimi sənə inanmışdım bu söhbətdə. Dur, rədd ol buradan, gözüm görməsin Gedirəm. səni. Sən onsuz da sözüm yoxdur. mənim. Rədd ol, get buradan. Heç bir pul zad düşmür sənə. Çünki ağlın işləmir. Avara. Heç istəyən də yoxdur səndən. Git. Aa birden diyorum Seyran ne oldu? Ne ses duydu ne kırgındı orada? Heç nə. Pul istəməyə gəlmişdim, vermir. Vermez de ay zalim. Yəqin əsəbləşdirmisən də. Bir dilin fölün olsun da gir qılığına den. Bax indi gir denən ki ata bağışla səhv eləmişim. Nətər dəyişir. Yox, bir yalvaracam oturub ona. O sən nətər adamsan ha? O cür qızıl balıq düşüb torumuza. Nə deyirsən açaq bıraxaq dənizə? Əldən bıraxaq. Neylimi vermir də. Gör nə deyirəm. Sizdə evdə, küncdə, bucaqda nəsə olmamış olmaz. Sən istəyirsən bir ananla danış. O benimle rəhəmlidir valla. Lazım deyil. Dayan, ne gör? Şah buyur dalınca yuyur budur da.
İndi bu da əsəbi girməyənlə məni azarlasın. Ay Seyran, ay Seyran. İslam. Buranın açarın təhvil vermək lazımdır. Sənin nömrə vermişəm, özləri yığacaq səni. Bir də o sənə demişdim, alacaq var. Onu al verərsən də qumruya. Hə, narahat olma qardaş. İnanırsan heç bilmirəm, gedib orada sizsiz nə eləyəcəm. Hə, elə biz də. Darıxacaq sənin üçün. Deyirəm, Allah kasıbçılığın evin yıxsın. Mənim heç vaxt kasıbçılıqdan qorxum olmayıb. Amma uşağa görə məcburam da. Vallahi heç Lalə olmasaydı mən, nə bilim, heç bir qüvvə məni buradan apara bilməzdi. Hə, uşaq böyük qüvvədir. İnşallah səndə də olsun, onda biləcəksən uşaq nədir. İnşallah. Evlad sevgisi başqa şey. Bunu da heç bilmirəm, nə edeyim. Kimindir ki, mən apağımı verim də. Burada qalırdı, yəsi rəhmətə getdi. Hə, Allah rəhmət eləsin. İnanırsan, gətirib verəndə necə tələsirdi. Nə bilim. Həyatdır da. Hə, ölüm qaşla göz arasındadır. Heç nə bilim. Sən neynirsən buradasan, yoxsa məhəlləyə tərəf gelirsən? Yox, mən elə bildim tez gedəcəm. Bu podcast məsələsini bilirsən də. O var, demişdim ki, gələ bilmirəm. Hə, indi gecikirəm deyə danışdım onlarla bayaq. Gedim də yedim 5-10 manat puldur da, nə ziyanı var. Hə, üstünə getməyim bərəkət. Şimdi onda çıxaq. Gəl. Başqa bağın yerlə gedib, nə görüm, neyləmişəm, tutub dedi, nə görüm, neyləmişəm. Ay Sultan, niyə keyfin yoxdur yenə sən Allah? Ha? Kimdən dalaşmısan, ha? Cahangir, işinlə məşğul ol da. Olmaz. Sən öz pis niyyətlə soruşmuyorum. Biz belə bir-birimizi qırmaqla deyil, biz hünkârıq, bir otaqda otururuq, bir yerdə işləyirik. Neyiyək? Hər gün dalaşaq, iş getməz axı. Başa düşürsən də məni? İşlə bağlıdır, Cahangir, işlə bağlıdır. Öz problemim. Amma işə yansıyır daha olsan. Bu da o deməkdir ki, sənin şəxsi həyatının birbaşa işə dəxli var. Məba, həll eləyəcəyin problemdirsə denən eləyim. Sən bizim mühəndisimizsən. Gərək sənin beynini başqa problemlərin əlindən alaq ki, yaxşı işləyəsən. Hı? Elə problem də öyle Cahangir. Elə problem deyil vallahi. Da özün bilərsən, məndən demək. Məba, o sənətlərə görə gedirsənsə katibə yoxdur yerində. Öz keyfində görmürsən, işə zada da gəlmir. Bilsən nə qədər sənəd imzalanmalı. Bəlkə bir tanışınız adını var. Əl-ayağı düz adam. Gətirək bunun yerini işləsin. Nə bilim, baxarıq da. Baxarığa zada bax ya sənə. Heç bəbir məndən belə danışmır.
Baxarıq. Adam saydıq. Yemeğin de altını yandırdım. Birazdan kızsın yeri. Danış görüm, ürəyim partladı axı. Qadınların ürəyi bərkdir, hamiləlik. Partlamır. Nə olur olsun partlamır. Sən o gözəl ürəyini kim toxunub? Yenə bəbirin arvadı? Yox. Bəbirin yanına getmişdim. Onu niyə? Getdim dedim ki, bizi də Qədirlə göndər. Ya da ki, onu da göndərmə. İşi yaxşıca qoy getsin də. Cahmatın dilindən qurtara bilməmişik. Düşünə bilirsən Qədir gedəndən sonra nələr olacaq? Haqqında nələr danışacaqlar? Cəmaatın da dilinə düşməyəsən. Bəs indi nə olacaq? Necə olacaq? Heç nə də. Dedim ki, şərait yarat, biz də ondan gedək. Görək nə inir. Qədir bilir. Yox, deyə bilmədim. Desəm qoymayacaqdı gedim. Özlə danışmır. Mən demirəm ki, gedib işləməsin. Amma biz də ondan gedək. Nə bilim, yaxşı olar. Allah köməyimiz olsun. Mən gedim yeməyə baxım. Güzeldi da güzel. Ay bekar. Ha, Biz indi bayırda oturacağıq. Mən də bəzənib gəlmişəm ki, keçin gedib restoranda oturub dönər yiyeyim. az mən sənə dedim gəl. Zəng edin dedim gedirəm dönər yeməyə. Qaça-qaça durdun gəldin. Nə olar ki? Nə olar ki, ayda ildə bir dəfə naharını həyat yoldaşınla böləsən? Bir restoranda zat da gəlib oturub yeyəsən. Nə olar ki? Bölək də bölək. Buranın belə olmağına baxmayıb. Bir dənə qəşəng dönəri var. Bal. Deyəcəm yeyərsən. De də daydıdan gətirsinlər də. Hansına istəyirsən? İskəndər. Az İskəndər nədir o bahadır yox. İskəndər yox. Onda lahmacundur da, daha neyniyim? Az sən lahmacunla doyansan. Gəl onda 2 dənə deyəm, o da sərf eləmir. Yox, sən Allah yox. Bəs nə deyirsən? Onda da kababdan zatdan yeyeyim də. Az evimi yıxmaq istəyirsən, mənim kabab vaxtıdır. Mən sənə deyirəm ki, bax demədin dönər istəyirəm. Hə? Deyirəm hansından istəyirsən, ət yoxsa toyuq. Deyə daha birin. Ət dönər, toyuq dönər. O dönməz. Hardan tapırsan? Bu sözləri sən sevirəm də sənin zarafatlarını. Sevirsən məni? Deyirlər ki, adətən qadınlar
üzünü güldürən kişiləri sevirlər. Yox, elə demirlər. Deyirlər ki, qadınlar ancaq sevdiyi kişilərə gülürlər. Ay bekar, bu usta dünən gecə də zəng eləyirdi sənə, bu fer ustası. Bu gecə niyə zəng eləyir sənə? İnsan nə qədər düşüncəsi olur ki, durub gecə adama yığar. Borcun zadın var ona. Yox, bir dədəsinə də borcum var. Bezdirir mənə, deyir kartıma 100 manat at da, kartıma 100 manat at da. Dayı borcun var, bəbirdən al 100 manat at kartına. Bu nədir gecə yığır səni? İşte nə bilim, insandır da, hərə bir düşüncədədir. Dur gedərimizə, dur gəl. Hardadır burada? Heç əlmağı yeri var burada. Elə yeri gətirmirsən məni ki, o türklərdəki kimi lavabo zad olardı da heç olmasa. Deyə vıcı buradan sola dönürsən oradadır. Nədir? Vıcı. Hara gedin? Deyə buradan düz getdim, vıcı oradadır da. Dönərimi sifariş elə gətirsin. Hadi yaxşı da, yaxşı. Deyinirəm işə. Ay can. Salam canım, necəsən? Mən yemək yeyirəm. Business lunch. Hardayım? Telegüllədə. Qurbandır sən buralar. Sənin üçün buraları bağlatdıraram mən. Gətirərəm səni bura, mütləq. Mütləq. Mama. Hı? Bir şey danışmalıyım mən səninlə. Nə oldu? Pul var səndə. Mənə pul lazımdır, təcili. İş qurmaq istəyirəm. Varsa ver də. Atanla məsləhətləşərdin də. Yanından gəlirəm də, dalaşır mənlə, vermədi. Niyə dalaşdın? Nə iş qurursan? Nə bilim, işə görə dalaşmadı, başqa şey. Onun başı bu da göz işlərinə qarışıb. Hansı işlərə? Nə bilməyim, amma var yoxsa yoxdur pul. Söz soruşdum. Amma vallahi yeri deyildi, indi cəmaət məndən xəbər gözləyir, cavab verməliyim onlara. Sən nə işlərlə məşğulsan? Vay Allah. Heç bir işlə məşğul deyiləm, Cahangirlənəm. Cahangirlə əlimizə bir dənə yaxşı imkan düşüb, tikinti işlə girişirik oyuna. Heç gözüm su içmirdi o Cahangirdən də. Ata bala nə yapışmısınız ondan? Başqa adam yoxdur iş qurmağa. Demək sən də vermirsən. Oğlum, məndə pul yoxdur iş qurmağa. Yenə də get atanla məsləhətləş. Olmaz da, mən istəmişəm axı. Seyran fərsizdir, iş yaratmazdır, bacarıqsızdır. Söz demək olmur buna da. Vah! Niyə almıram? Qurban da özü sənə. Nə? Neçə provdur? 750? Sən İtalyan qızından xəbərin var ya, yox? Yox, canım mənim. Yüzü qurbandır sənə. Mən o pulu bir dəfə gedib bahalı restoranda oturanda naharda xərcləyən adam olum. Can. Sən elə barmaqların qızıldır da. Öpürəm o barmaqları. Can, mən dəyərli qardaşım. Can. Var ol. Sən kimi usta var ki, yoxdur ki. Sən əllərin qızıldır, qızıl. Səndən bir dənə qardaşım xahiş eləsin də. Sən Allah mənə gecələr yığma. Deyirdi, söz-söhbət olur da. Yaxşı. Çox sağ ol, var ol. Düşüncəsizdir da bu adam da. Dedim,
O qədər tərif dedin ki, o ustaya. O təriflərdən birini mənə də dedi, hə? Mən yetimlə varım, ay Lətif, sağa qurban olum. Onu tərifləyirəm ki, işin yaxşı görsün də, həvəsli olsun. Sən görmürsən, bəbir bütün günü məni o maşına apar, bu maşına apar. Bezdim axı, mən də insanam da. Nə oldu mənim dönərim? Gətirmədilər, hanı? Bu dəqiqə deyirəm, başım qarışdı. Nə deməmsən? Telefona qarışdı da başım. Ay qardaşım, oradan bir dənə toyuq dönəri. Yanında da ət dönəri. Bilirsən dünən nə oldu? Nə oldu? Qumru gəlmişdi ofisə. Nə danışırsan? Vallahi. Ah, Nə olsun? gözə bilmirəm. Danış görüm, nə oldu? Danış görüm. Gəlirdi da dönərim, qoy mən də yeyim də. Yaxşı, sən də mənimkindən istəyərsən. Hardaydın? Hardan gəlsən? Sən yenə bazarlıq eləmsən? Burada nə var ki? Qızım üçün eləmişəm. Nəvəm üçün eləmişəm. Ərin işləsin, o eləsin. Başlamadan nə var yenə? Danışmışıq bunları səndən. Ərin hardadır? Podkasta gedib mesaj yazmışdı. Yenə uşağı evdə tək qoymusunuz. 1000 dəfə demişəm ki, bu uşağı evdə tək qoymaq olmaz. Xəstədir. Sənin işin var idi, ərin qalaydı uşağın yanında. Nə vacibdir ki, gedib verilişə? Elə özü belə bəxtəvər olub, xoşbəxt olubdu ki, indi də gedib cəmaata ağıl qoymağa. Ahın dağlara, qorxma, daha ərinlə işim yoxdur. Gedir də işləməyə. Gör nə istər, iki göz. Ana. Yaxşı da, yaxşı, bildim, ana. Bildim. Ana, Bəbirlə danışmağa getmişdim. Nə? Bəbirlə danışmağa getmişdin? Getdim, sözümü dedim. Dedim, məni də Qədirlə göndərin. Biz də gedək onunla. Sənin başın xarabdır. Ha, bu adam sənin ərvə iş verib, gedəcək pul qazanacaq orada. Kişinin üstündə niyə gedirsən? Məsləhət bilsəydi, ikimizi də göndərərdi də. Məsləhətli adam oxşuyur. Ərin deyil, məsləhətdir, hə? Yaxşısan, Seyran? Nə bilim. Heç kimə güvənmək olmur. Nə olub? Atam özü güya mənə məsləhət verir. Amma özü cəmaatın arvadı ilə. Nə? Necə cəmaatın arvadı ilə? İşə görə getmişdim axı yanına.
Ofisdə Qədirin arvadını gördüm. Qədirin arvadını gördün? Bəlkə nəsə bir işi çıxıb ona görə gəldi. Nə iş ola bilər o onun orada? Nəsə iş olsaydı Qədir özü həll eləyərdi də. Yəqin mama düz deyir. Nəsə var onların arasında. Seyran. Neyniyək, Xavər xanıma deyək? Bayaq özümü güclə saxladım, ağzımdan çıxmışdı az qala. İstəmirəm durduğu yerə nəsə dava qırğın düşsün. Yəni sən əminsən, Seyran? Yəni, belə bir şey varsa... Ya, belə bir şey varsa bu çox pisdir. Belə bir şey varsa, hə, pisdir. Gərək onlar Xavər xanımla aralarında danışıb həll eləsinlər. Biz necə qarışıq buna? Danışa bilir, onlar bütün gün dalaşırlar. Necəsə... Nəsə, yəni həll yolunu tapmalı deyib. Ay Seyran, belə olmaz, bu nə vaxta qədər belə olacaq, ayıbdır. Qədir də çıxır gedir. Ondan sonra ümumiyyətlə bilmirəm necə olacaq. Akış, nə olub belə fikirli oturmuşsan? Bir çay iç, bir söhbət elə. Qədirə görə beləsən? Aşı yox. Qoy getsin işləsin də, qoy getsin işləsin, pul qazansın. O boyda yazığın problemi var. İşləsin də. Mən görürəm sənə nəsə olub. De görüm nə olub? Nə problem var yenə? Səhər şirkətə gələndə qumrunu oradan çıxan gördüm. Mən bilirəm, nə xəbərim var, Mələk danışdı. Nə danışdın? Gedib Bəbirə deyib ki, elə hamımız gedək. O nə deyib? O da deyib ki, şərait yaradaram, gedərsiniz. Qədir niyə gedib deməyib bunu? Heç nə bilim, yox. Nə bilim valla. Mən nəsə qumruya inanmıram. Niyə? Bu qız Qədirsiz qala bilmir də. Neynəsin ki? Qədirin xəbəri var bu söhbətdən. Mən bilən yox deyəsən. Görürsən, deməz axı, ağıllı adam. Əşi, onun nə fərqi var, Ailəsi də istəmir, istəyir hamısı bir yerdə olsun. Nə bilim ya. Tək işləri yaxşı olsun, qalan hər şey düzələr. Düzələr. Bugün sizə getmək haqqında danışacağam. Getmək. İnsan çox yerə öz xoşu ilə getmir. Bəzən onu həyat məcbur eləyir ki, sevdiklərini və əzizlərini qoyub getsin uzaqlara. Bəli. Bəzən çıxıb getmək yeganə yol kimi görsənir. Bəzənsə çıxıb getmək, qalıb mübarizə aparmaq kimi bir şeyə çevrilir. Getməlisən ki, mübarizə aparasan. Mübarizə aparmalısan ki, geridə qoyub getdiklərin xoşbəxt olsun.
Dostlarından ayrı düşəndə təkliyə məhkum olursan. Amma yenə də gedirsən. Bəzən qayıtmaq üçün getmək lazımdır. Aa, bu Qədir dövr bu. Baxım. Hə, Qədir. Hə, odur. Səs ver bir dənə. Çünki başa düşürsən ki, indi getməsən bütün bəlalar üstünə hücum çəkəcək və hər şey darmadağın olacaq. Həyat belədir də. İstədiklərimizi əldə etmək çox çətindir. Ay müəllim, bunu görmüsünüz? Nəyi? Baxın görün necə çıxış eləyir. Mən təsadüflərə inanmıram. Çünki mənə görə təsadüflər təsadüfi deyil. Bilirsiniz də, bəzən həyatımıza insanlar girir və bütünlüklə həyatımızı dəyişir. Bu, yaxşı yöndə də olur, pis yöndə də olur. Və biz bunu qabaqcadan heç cür bilə bilmirik. Çünki bunu yalnız Tanrı bilir. Danışıb ha müəllim başda. Çıxış eləyir. Gedək. Hə, sür gedək. Baş üstə. Məncə hara getdiyimizdən asılı olmayaraq, sevdiklərimizə sarılıb onları möhkəm-möhkəm qucaqlamalıyıq. Onlara öz sevgimizi bildirməliyik. Onlar bilməlidir bizim üçün nə qədər dəyərlidirlər. Çünki gedirik, geri qayıda biləcəyik mi? Siz bilirsiniz də, getmək ayrılığın əlifbasıdır. Şair yaxşı deyib. Yaxındasan, uzaqdasan, özüm də bilmirəm dəqiq. Gedim yaxınlaşım sənə, gəlim yaxınlaşım sənə.